ilə tikilən sirk binasıdır. Bunu bir neçə gün bundan əvvəl gəlib buranı və belə görürsünüz, metkasını qırdılar, qazdılar. 20'ye yakın buradan yulğun ağacı çıxardıblar, 20'ye yakın. Ekologiya Nazirliyi. Bu nə məsələdir, bu nədir bu? Bax, burada hamısı görürsünüz, kötüklər də qalır. Hamısının kötüklər də qalır, o yulğun. Həmin yulğunlarda mən sizə göstərəcəm. Düzdür, bunu düzəltməklərində bir söz demirəm. Bunlar buranı elə qazıblar ki, elə bir yurd yeri götürüblər buradan. Vallahi, elə bir yurd yeri götürüblər. Buna baxa sən Allah. Cəmaatın yurdun qazıblar burada. Öz başınalığa baxa, buradan gətirib yol qoyublar. Siz bu yolu niyə qazırsınız? Niyə bu nə məqsədlə? Kim icazə verir sizə? Gəlib xalqın, insanların gediş-gəliş yolunu qazırsınız. Niyə qardaş, məqsədiniz nədir? Belə yol mu olar? Buna bax, qırıblar bu ağacların hamısı. Ekologiya Nazirliyi. Bax, burada bunların hamısı ağaclardır. Bax, görsən, qırıblar, bax, bu yulğun ağaclardır. Çıxardıb gətirib töküblər bura. Görürsünüz? Bax, bu millətin yolu idi. Dədə babadan yoldur. Millət malın, heyvanın, nə bilim, maşını ilə gedir. Bu nə biabırçılıqdır, bu nədir özbaşınalıqdır. Burada 20'ye yakın yulğun ağacı çıxıb. Bilirsiniz ki, dövlətimiz həmişə deyir ki, ağacları yaşıllığı qoruyalım. Yaxşı, qoruyalım, amma kim icazə verir? Bu nədir, bu qeyri təşkilat tikdirib bunu o vaxtı başa düşdü. Amma bunu belə qoruyan edirsə, gəlin bunun adını buna işıq çəkin, bunun nədir bu, götürmüşsünüz ekskavatoru, buralığı dağıtmışsınız hər yeri. Siz nə iş görürsünüz, buna bax. Deməli, o vaxtı çəkilən bu setkalar niyə qırmısınız, yaxşı? Baxın, gətiriblər bu yulğunların hamısının qorxularından, bax, təpiblər buralığa ki, heç kim görməsin. Bax, kötüklərinə bax, yulğun. Hamısı yulğun ağacıdır. Görürsünüz, bax, görürsünüz, hamısı yulğun ağacıdır. Görürsünüz, hamısı yulğun ağacıdır. Dəmirləri nə gətirib, bura atıblar bura. Gör, bunlar burada elə bir ev tikəcəklər. Nə varsınız, niyə qırıb dağıdırsınız? Yaxşı, düzəldirsiniz, düzəldin də. Düzəldirsiniz, düzəldin. Sabah da deyəcək ki, bunu kimsə sındırıb, qırıb. Bunu onsuz da bütün kəndlərdə bu silinib, nə bilim, işləmir. Nə qarmaq istəyirsiniz, nə eləmək istəyirsiniz? Vallahi biabırçılıqdır, öz başınalığı. Siz bu ağaclar görürsünüz, o yulğun ağacları hamısı buraya ilə gəlirdi, burada yol da vardı. 20 ildir tikilib bu, bunu fəaliyyət də göstərdi, yəni işçilər gəlib açırdı, eləyirdi. Bu başa düşürdü, yəni burada, bunlar elə buranı qazıb dağıdıblar, təsəvvür edib, bu 20'den çox yulğun ağacını burada dağıdıblar. Dağıdıblar da qardaş, elə bir yurd yer götürürlər burada. Bəlkə qalmaq istəyirlər, ev tikmək istəyirlər. Vallahi araşdırın, bu Daxili İşlər Nazirinə müraciət edirəm. Araşdırın, bu 20'den çox yulğun ağacı çıxıb. Məndə hamısının şəkilləri var. 20'den çox burada ağac çıxıb. Cəmaatın yolun yurdun burada dağıdıblar bilən ki. Öz başınalığa baxıb.